أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين، حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد. اللهم صل على محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أما بعد، يا عباد الله، أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهي. Hoş gördük değerli müminə bacılarım ve mümin kardeşlerim. Bugün cümədir, cüməmiz mübarek olsun inşallah. Cümədə cəm olduğumuz kimi Allah Teala bizleri öz evinde, öz cennetinde cəm eləsin. Her zaman olduğu kimi ilk önce özümü ve sonra sizleri ilahi təqvaya riayet eləməyə dəvət eləyirəm. Allah'ın əmrində möhkəm olaq, Allah'ın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugün danışdığım moizə, xütbə, təbii ki biz hər zaman qeyd etmişik, mənəvi xəstəliklərin insan vücuduna təsiri, İnsanın zahiri ve batini tarafları var. Zahiri görünür, batini ise görünmür. O mənəvi xəstəliklərdən də biri, en büyük günahlardan da biri zülüm mənasıdır. Zülüm, zalim. Biz her zaman bu ifadəni, bu fikri işlədirik. Qeyd edirik ki, filankəs zalimdir. Filankəs filankəsə zülm edir. Bu böyük bir mənanı ihtiva eləyir. Zülmün həm lüğət mənası var, leksik mənası var və bir də onun istilahi, şifahi mənası var, geniş mənası var. Mən çalışacağım fikirlərimi qısa olaraq qeyd edim və sonda nəticəni ala bilək. Quran-ı Kərimdə zülmlə bağlı çoxlu ayələr var. Hədislərdə saysız hesabsız məsumların, peyğəmbər və imamların, müqəddəslərin hədislərinə nəzər salanda bu barədə geniş qeydlər var. Ama bizden soruşsalar ki, zülmün qısa olarak mənası nədir? Biz gərək dərhal bilək ki, zülm yersiz iş görmək və ya hər hansı bir işdən həddən artıq kənara çıxmaq. Bu nöqteyi nəzərdən bütün qəbahətlər zülm sayılır. Hətta görürsən bir insan ona bir söz deyəndə özündən çıxır. Və ya yersiz bir dənə hərəkət edir. Bu zülmdür, zalimdir. Bu mənada insanın ruhunu dəyişə biləcək, insanı özündən çıxarda biləcək bir şey, ruh aləmindən çıxardacaq bir şey, günaha səbəb olan şeylərdən də biri zülmdür. İnsan qeyri-adi hərəkətlər eləyir, yersiz hərəkətlər eləyir, müdaxilələr eləyir. Digər bir mənada, ictimai mənası, zülm başqasını söymək, başqasını döymək.
digərinə qarşı kobud rəftar etmək və ya haqsız yerə öldürmək, bu zülmün mərtəbələridir. Qeybət etmək, haqsız yerə bir şəxsin malını əlindən almaq və ya onun malından istifadə edərək zərər yetirməyə, əziyyət verməyə zülm deyirlər. Görürsünüz nə qədər geniş mənası var. Bunun hər bir sözünün incəliyində böyük mənalar dayanır. Öldürmək, söymək, döymək, başqasının malını əlindən almaq, gücün var, zorun var, aldın onun malının əlindən və yaxud onun malından istifadə etdin. Bunlar geniş mənada həm bunun ictimai təsiri var, həm də fərdi təsiri var. Ona görə bu baxımdan zülmü çox böyük bir geniş mənada alimlər izah ediblər. Amma hər bir şey insan özündən başlamalıdır. Məsələn, mən birinə necə deyə bilərəm ki, sən doğru danış, özüm doğru danışmaya necə təşviq eləyərəm birinə və mənim sözümün təsiri də olmayacaq. Və yaxud mən namaz qılmıram, deyirəm ki, namaz qılmaq vacibdir, yaxşıdır, qılmıram, insanlara təşviq edirəm. Və yaxud deyirəm ki, sən başqasının haqqına girmə, qul haqqına girmə, qəsb eləmə, zülm eləmə, özüm halbuki zülm eləyirəm. İnsanın ən böyük özü-özünə vurduğu zərbə zülmdür, haqsızlıqdır. Mən gərək özüm o işlərdən çəkinəm ki, insanlara təşviq eləyəndə də insanların ruhiyyəsində təsir qoya bilsin. Mən əgər insanların ruhunda bir şey təsir qoya bilmirəmsə, deməli sözümün məntiqi yox, sözümün əməli zəifdir. Deməli, mən ona əməl eləmirəm, bunu deyirəm, əgər kimdə təsir qoymasa, deməli, bu günah mənim özümdədir. İnsanın insana vurduğu zərbə, insanın özünə vurduğu zərbəni heç kim vura bilməz. İnsanın özü özünə etdiyi zülmü heç kim edə bilməz. Ona görə insan bütünlükdə zülmə yox deməlidir. Əgər bir zülm kin-kudurətdən, ədavətdən irəli gəlirsə, kin-kudurətdən və ya ədavətdən irəli gəlirsə, bu qəzəb qüvvəsinin nəticəsidir. Deməli, bir adam qəzəblənəndə kin almaq istəyir, kin-kudurət ondan əvəz çıxmaq istəyir. Bu qəzəbdən irəli gəlir. Yox, əgər hərislik və tamahkarlıq nəticəsində irəli gəlirsə, onda şəhvət qüvvəsinin nəticəsidir. Hər bir halda həm şəhvət nəticəsinin qüvvəsində insan zülm eləyir və ya insan qəzəblənir, insan zülm eləyir. Bütün hallarda insan Allaha gərək başı üstə görə. Hər bir addım atılarsa, o addımlar Allaha görə olmalıdır. Görəsən, mənim attığım bu addım Allahın xoşuna gəlir ya yox. Təbii ki, əgər bir zülm, zalimlik haqqında biz danışırıqsa, bu böyük günah olduğunu biliriksə, böyük günahın da böyük əzabı var. Böyük günahın böyük əzabı var. Quranın bir çox ayələrində zalimlar lənətlənmişdir. Törətdiyi zülmə görə təhdid edilmişdir. Ən böyük zalim deməli insan özüdür. İnsan özü o zülm edirsə, hədəf olur insan. Mən istəyirəm bu sözlərimin fonunda və nəticəsində İbrahim surəsinin 42-ci ayəsini sizə oxuyum. Zülmlə bağlı. Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. وَلَا تَحْسَبَنَّ اللّٰهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ
İnnemâ yuakhiruhum liyevmin teşhasu fihil absar. Ya Resulüm, Allah buyurur, ey Peygamberim, Allah'ı zalimlerin ettiği emeller, Allah'ı hiç vakti zalimlerin ettiği emellerine göre gafil sanma. Fikirleşme ki insanların ettiği hareketlerinden Allah habersizdir. Asla. Hiç vakti. Allah onların, zulmedenlerin cezasını yubadıb elə bir güne saxlayır ki, həmin gün zülm eləyənlərin, zalimlərin gözləri hədəqəsindən çıxacaq. Adam var, görürsən, ona bir dənə təəccüblü bir dənə söz deyirsən, gözü bərəlir. Göz bəbəyi böyüyür, elə deyil. Zülüm və zalimlərin etdiyi nəticənin qiyamət günündə üzə çıxıb hər bir hərəkətlərini sənə göstərən zaman insanların gözləri hədəqəsindən çıxacaq. Heç düşünmürdü ki, mən bu hərəkəti etmişəmsə, bunun cəzası və bəlası mənə belə olacaq. Hətta Quran buyurur ardıycan, فَيَقُولُ الَّذ۪ينَ ظَلَمُوا O gün ki, zalimlar dünyada zülm eləyiblər, Rabbena belə bir söz deyəcəklər, ey Rəbbimiz, əxricna ila əcəlin qarib, bizə biraz möhlət ver. O zülmü görəndən sonra deyəcəklər, bizə biraz möhlət ver. Nəcib dəvətəkə və nəttəbi'ur rusul. Biz sənin dəvətini qəbul edib və peyğəmbərlərə tabi olarıq. O zaman da gecdir. Allah buyuracaq ki, mən sənə möhlət vermişdim. Mən sənə imkan vermişdim. İmam Zeynul Abidin aleyhisselam, 4-cü imam, can verərkən, vəfatına az qalarkən oğlu Muhammed Baqir aleyhisselama belə vəsiyyət edir. Deyir ki, oğlum, məbada kiməsə zülm edəsən. Adam var, deyir ki, mən ölürəm, ata vəsiyyət eləyir, övladlarına deyir, filankəslər qalıb, onlardan məndən sonra intiqam alasan. Haqqı batil eləyir. Mən hələ onlardan qisas ala bilməmişəm, indi mənə əcəl vaxt vermədi, ölürəm. Amma vəsiyyət edirəm ki, mənim intiqamımı alasan. Nə qədər atanın vəsiyyətindən sonra oğullar gedib, həmən o qonşu ilə, dostla savaşıb, vuruşub, öldürüb, cinayətlər edib, o cinayətlərin çoxu ata şərikdir o işə, vəsiyyət eləyən şərikdir. Biz adətən görmüşük ki, can verəndə vəsiyyət edirlər ki, mənim pulum filan kəsdə qalıb. Eybi yox, yəqin ki, çatdıra bilməyib. Yenə də ona bir xatırlatma edəsən, əgər verməsə halal. Və o can verən adam deyir ki, mən filan kəsdən borc almışam, gedin ondan xahiş eləyin. İndi mənim imkanım olmadı verməyə, sizin imkanınız varsa verin. Və ya əks təqdirdə gedin ondan halallıq alın. Nəinki əksinə, ged intiqam al, ged öldür. 5 metr, 5 addım torpağa görə qonşu qonşunu qətl eləyir. Ata oğlu öldürür. Oğul atanı öldürür. Bunlar hamısı zülümdür, zalimlikdir. Düzdür, deyə bilərsiniz ki, ermənilər bizim torpaqlarımızı işğal etmişdilər. Bizim qız gəlinlərimizə zülm etmişdilər. Bizim haqq olan torpağımıza dırnaq arası sahib çıxmışdılar. Amma biz neynədik? Getdik onlardan intiqam aldıq. Biz əvəz çıxdıq. Ne üçün? Sən mənim torpağıma girmişsən, sən öldürməliyəm. Bu şəriətdir. Mənim evimə sahib çıxmışsan, mənim balalarımı öldürmüşsən haqsız yerə, qana qandır, qisasa qisasdır. Yoxsa adi bir şeyə görə, 5 metr torpağa görə
qonşu qonşunu öldürür. 10 manata görə insanın başını kəsir, qətl eləyir. Bu hansı ədalətdir? Bunun adı nədir? Zülm. Ona görə İmam Zeynulabidin oğlu Muhammed Baqirə buyurur ki, oğlum məbadə kiməsə zülm edəsən, məzlumun Allahdan başqa heç bir pənahı olmaz. Məzlumun Allahdan başqa kimi var? Ona görə dualar bir neçə yerdə qəbul olunar, biri də məzlum və müsafirin duasıdır. Mütləq məzlumun duasını Allah qəbul edəcək, müsafirin duasını qəbul edəcək. Dualar ki, qəbul olunmaq bir neçə şərti var, biri də məzlum kimdir? Haqqı tapdalanıb, haqqın müdafiə edir, haqqını istəyir, dua edir, Allah məzlumun duasını qəbul edəcək. Məzlum şəxsin əli hər yerdən üzülüb, ümidini Allahdan başqasına tikmir. Ümidin yalnız Allaha bağlayır. Sözsüz ki, ona edilmiş zülm cəzasız qalmayacaq. İlahi, mən nə qədər güc göstərdimsə, mənim malımı, mülkümü, övladım, dostum, qardaşım əlimdən aldı. Amma mənim səndən başqa pənahım yoxdur, ümidim yoxdur. Sən onu Allaha burax. Da səndən o güc çıxdı. Allahın silləsi sənin sillən deyil. Elə vuracaq ki, sən sillə vuracaqsan, səsi çıxacaq. Sən sillə vuracaqsan, səsi çıxacaq. Allah vuran sillənin səsi çıxmır. Amma bərk dəyir. Cəza möhkəm olur. Zülmün topu var, gülləsi var, qələsi var. Haqqın da bükülməz qolu, dönməz üzü vardır. Göz yumma günəşdən nə qədər nuru qaralsa, sönməz əbədi hər gecənin gündüzü vardır. Elə düşünmə ki, həyat sənin üçün belə keçəcək. Düşünmə ki, sən kiməsə, nəsə eləmirsən, onun mükafatın, cəzasını almayacaqsan. Yaxşılıq da etmirsən, mükafat alacaqsan. Zülm də etmirsən, bu mirangdır. Sənə və sənin balalarına qaydacaq. Və bir ibrətli fikirlə moizəni tamamlamaq istəyirəm və dua edəcəm sizlərə. Harun Rəşid bir əzəmətli bir bina tikmişdi. Bütün divarlar ağ idi. Gözəl, göz oxşayan bina. Bəhlül danəndə də o binanın yanından keçəndə baxır, deyir ki, bu nə əzəmətli binadır. Kim bu binanı tikib, dedilər, Harun Rəşid. Onun yanında bir dənə qamışı var idi də. Bir mürəkkəb bir şey tapır, başlayır o ağ evi yazmağa. İndi insanlar da qorxurlar ki, Harun Rəşidin qohumudur, buna bir söz demək olmaz və yəqin ki, tapşırıq alıb, bu götürür belə bir şey yazır orada. Həmin o ağ binaya فَاِمْ مِنْ مَالِكْ فَقَدْ أَسْرَفْتَ Harun Rəşid üçün yazır. Əgər bu tikdiyin bina sənin pulunlandısa, halal pullandısa, israf eləmirsən. İnnəllaha la yuhibbul musrifin. Allah israf edənləri sevməz. Yazır orada. فَاِمْ مِنْ مَالِ غَيْرِكْ Əgər başqasının pulu ilə zülm eləyib, əgər o pulu almışsan, boğazından kəsmişsən, başqalarının, fəqət zələmtə, zülm eləmişsən, özvə də ona da. İnnəllaha la yuhibbuz zalimin. Allah zalimları sevməz. Tez şaha xəbər verirlər. Şah çağırır, deyir ki, bu nə yazıdır? Dedi, Qurandan yazmışam, mənim sözüm deyil ki. Şah deyir, buraxın bunu geçsin. Bu yazdığı düzdür, amma belə şeylər eləmə dedi. Biraz da töhmət vurur, dedi, yox, mən Allahın sözünü yazmışam da. Allah israf edənləri sevməz, Allah zalimları sevməz. Hesabat ağırdı.
Hesabat ağırdır və bu gün də ağırdır və sabah da qiyamətdə ağır olacaq. Əgər sən qarışqanın, ağca qanadın ağzından onun qidasını almısansa, əziyyət vermisənsə, bir canlı heyvana mütləq onun bədəlini ödəyəcəksən. Ona görə çalışaq, özümüz özümüzə zülm eləməyək. İnsanlığa qarşı zülm eləməyək. Və bugün dünya müharibələrin, münaqişələrin içindədir. Bir ölkə digər ölkəyə haqsız yerə zülm eləyir. Bu da zalimdir. Ona görə bizim əqidəmizdə, dinimizdə bu var ki, sən öz yolunu gedəcəksən, öz yolunu düz gedəcəksən, haqq gedəcəksən. Əgər sən haqq olacaqsansa, düz olacaqsansa, Allah səninlə olacaq. Allah səni qalib eləyəcək. Yox, əgər Allahın qaydalarını pozub, Allahın əmrlərinə itaat etmədən şeytanla dostluq edəcəksənsə, şeytanı sənə hakim kəsərəm, Allah Quran-ı Kərimdə buyurur. Allahın verirəm cəlalı xatirinə, Allah bizi bir anda öz başına buraxmasın. Allah Teala bizi zalimlardan etməsin. Allah Teala ölkəmizi, millətimizi, xalqımızı, dövlətimizi fitnələrdən, zalimların şərrindən amanda saxlasın. Allah Teala balalarımıza, ailəmizə can sağlığı əta eləsin. Allah Teala cüməmizi mübarək eləsin. Bugün cümədir ya Rabbim, bugün dualar müstəcəb olan gündür. Bu cümənin və cümə gününün xatirinə kimin ürəyində nə istək, arzuları varsa ya Rabbim, arzularına, istəklərinə çatdır. Məndən dua istəyiblər, xəstələr, yastıqda olanlar, duaya möhtac olanlar, İltiması dua edənlər var ya Rabbim, onların da xəstələrinə acil şəfalar ver. Dərd də səndən, dərman da səndən, ya Rabbim, dərdlərimizə dərman elə. Borcu olanların borcularını əda elə. İlahi, valideyn haqqı var boynumuzda, ata-ana haqqı var boynumuzda. O haqları dünyada əda etməmiş bizi valideynlərimizin yanında üzü qara etmə ya Rabbim. İlahi, övladı olmayanları övlad əta elə. Başın götürüb, məscidə gəlib, dərd əhlindən, ilahi, ümidim hər yerdən qırıldı. Bütün qapılara getdim, qardaş qapısı, dost qapısı, əmi qapısı, o qapılar hamısı üz çevirdilər, qapını bağladılar üzümə. Bir yeganə sənin qapındır. Mən bilirəm ki, ümidinə sənin qapıva gəlmişəm, məni məyus etmərsən. Bu qapı Allah sənin həqiqi qapındır. Ya Rabbim, mələklərlə dolu olan evlər, mələklərlə dolu olan varlıqlardır. Ya Rabbim, mən bilirəm burada insanlar var ki, son ümidin Allaha bağlayaraq, hamımız düzdə Allaha bağlanmışıq. Amma elə adam var, dərdini heç kimə deyə bilmir. Gəlib bura, üzü qibliyə dayanıb, Allahım səndən istəyir. Ya Rabbim, gələn cümləyə qədər o qardaş və bacılarımızın istəklərini həyata keçirt. Dualarımızın, ibadətlərimizin qəbulu üçün Muhammed, Ali Muhammedə şəhidlərin ruhların, Peyğəmbər və onun əhl beyti ilə salavatla yad eləyək. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekullahu kufuven ahad. Özümüz üçün də qəbr evinə hədiyyə salavat göndərək. Allahümmə